salamı olsun sizlərə, əziz izləyicilərimiz. 11 kilovatlıq mühərriklə ot doğrayanımızı Sabirabad şəhərimizə gətirdik Allahın izni ilə. Qardaş deyir, video düşmək istəmir. Bir dənə zəhmət olmasa öz fikirlərini deyərdin qardaş. Məmnun qaldın mı inşallah Allahın köməyinlə? Laf əla, Allah köməyin olsun, super. Çox sağ ol. Demək, bundan qabaq qardaş at çəkmək istəmirəm. Çünki bəzilərindən fərqli olaraq. Demək, həyatı dolu dənə ot çəkən aparatlarının 1, 2, 3 dənəsi var. Yəni o kişi deyil, kiminsə malını pisləmək. Sadəcə olaraq demək istəyirəm ki, qardaş bundan qabaq 2 dənə ot doğrayan alıbdı. Hər ikisində də yazıq ziyan eləyib. Bəli, hamı əziyyət çəkir, hamı iş görür. Amma gərək görülən iş o əziyyətə dəysin. Allah hamının işini avand eləsin inşallah. Keçək əsas məsələyə. Demək, əziz izləyicilərimiz, bu bizim təbii otdur. Burada qardaş mənə dedi ki, yoncadır, amma onun yoncadan xəbəri yoxdur. Yox, yonca deyək. Təbii otdur. Birinci biçimdir. Əlhəmdülillah, aparatımız ötəsindən gəldi. Allahın böyüklüyünə şükürlər olsun. Yəni, hər şeyi edən Allahdır. Allah hər kəsin əllərin var olsun, elmini artırsın. Sağ ol qadasınam, qardaş, var olasan. Allah sənin də təsərrüfatına ruzi bərəkət versin. Amin Allah. Baxdığınız üçün çox sağ olun. Səhifədə nömrəmiz var. Əlaqə saxlamağı unutmayın. Səhifəmizi bəyənməyi unutmayın. Allah amanında olun.